Salam, siz Asan TV və Asan Radioda Azərbaycanda rəqəmsal transformasiya verilişini dinləyirsiniz. Studiya aparıcınız Rauf Şirinovdur. Biz bugün poçt və logistika xidmətlərinin necə dəyişdiyindən, xüsusilə bu sahələrdə texnologiyanın necə tətbiq edildiyindən danışacağıq. Verilişimizin daimi eksperti, Siemens tərəfdaşı Qafar Məcidov bizimlədir. Qafar müəllim, xoş gəlmisiniz. Çox sağ olun dəvətinizə görə. Çox sağ olun. Qonağımız isə Azərpoçtun idarə heyətinin üzvü Xəyyam Əlizadədir. Xəyyam müəllim, sizə xoş gördük. Xoş gördük. Dəvətinizə görə təşəkkür edirəm. İlk sualımıza keçid almazdan öncə qeyd eləyək ki, bizim verilişimiz ERP Sistem şirkətinin sponsorluğu ilə yayımlanır. Rəqəmsallaşmadan danışırıq. Xüsusilə artıq rəqəmsallaşma bizim həyatımızdadır və hər sahədədir. Belə bir sualla başlamaq istəyirəm ki, Xəyyam müəllim, ümumiyyətlə Azərpoçt üçün bəs rəqəmsallaşma nə deməkdir? Əslində rəqəmsallaşma nədir? Yeni texnologiyaların tətbiqidir. Məhsulların, rəqəmsal məhsulların yaradılmasıdır. Rəqəmsallaşma şəffaflığın və əlçatanlığın səviyyəsini artırır. Azərpoçt üçün də xüsusən digər prizmadan baxsaq, məsəl üçün 1818-ci ildə iyunun 1-də Gəncə şəhərində ilk poçt şöbəsi yaradılmışdır. Və bu illər boyu Azərpoçt haqqında müəyyən bir stereotip formalaşdırılmışdı. Hazırda rəqəmsal alətlər Azərpoçtun imicini dəyişməyə böyük bir töhfə verə biləcək və biz ondan istifadə etməyə fikirləşirik və o yolda, istiqamətdə davam edəcəyik inkişafımıza. Qafar müəllim, o dövrlə bu dövrü müqayisə eləyəndə bu dəyişiklikləri necə hiss eləmisiniz? Tutalım ki, bir necə deyirlər, bu xidmətlərdən istifadə edən bir vətəndaş kimi mən sizə bir sual verim. Bilirsiniz, Azərpoçt bayaq Xəyyam müəllim qeyd etdiyi kimi 207 ildir fəaliyyət göstərir. Yəni mən o boyda təcrübəm yoxdur ki, müqayisə eləyim. Amma öz yaşıma görə deyə bilərəm ki, yenə də image söhbətindən gəldikcə vaxt var idi ki, Azərpoçt, ümumiyyətlə poçt xidməti Azərbaycanın ən qabaqcıl bir qurumlarından idi. Biz harasa beynəlxalq zənglər eləmək üçün cəmaət evdən çıxıb poçta gedirdi. Poçta yaxınlaşıb nömrəni deyirdin ki, bəs bu nömrəyə xahiş Moskvaya, nə bilim Tiflisə mənə calaşdır. Otururdun, gözləyirdin, sonra çağırdılar ki, gəl sənin zəngin hazırdır. Qısa zamanda. Necə siz məlumatı verirdiniz, sonra gözləyirdiniz, sizə xəbər eləyirdilər? Bəli. Nömrəni verirdin, sonra oturub gözləyirdin ki, zəngi calaşdıranda səni çağırıcı ilə get filan otaqda ondan danışa bilərsən. Evdən də zəngləmək olmurdu. Təbii. Sən girib mütləq poçta gedəydin. Bir dənə də şeyi qeyd etmək istəyərdim ki, hal-hazırda bütün dünya təfriqə iqtisadiyyatını yaşayır. Yəni dağıdıcı iqtisadiyyat zamanında yaşayır. Poçt xidməti bu təfriqə ilə, bu dağıdıcı qüvvə ilə ilk rastlaşanlardan biri idi. Poçt xidməti hələ bir 30-40 il bundan qabaq e-mail ərsəyə gələndən poçtun hələ birinci zərbə poçtu o zaman öz üzərində götürdü. Amma yenə də gördüyünüz kimi poçt xidməti bütün dünyada var və indi yenidən doğulur. Çünki bu günlərin bağlamalar göndərmək üçün bütün onlayn alış-veriş, onlar hamısı birbaşa poçta bağlı bir şeylərdir. Yəni poçtun mənim düşüncəmlə poçtun çox parlaq və gözəl gələcəyi var. Xüsusilə gənclər də bugünkü günlərdə indi biz qarşıdakı suallarımızda bunu müzakirə edəcəyik. Elektron ticarət dövründə artıq istənilən formada hamı öz bağlamalarına artıq yaxınlaşır Azərpoçta ki, biz bir kliklə cəmi seçə bilirik ki, bizim bağlamamız hansı Azərpoçt məntəqəsinə gəlsin, çox rahatlıqda əslində. Ümumiyyətlə, belə deyim, xüsusilə Xəyyam müəllim, bugünkü müştəriləri belə analiz edəndə sizcə Azərpoçtdan hansı xidmətləri gözləyirlər? Əslində Azərpoçt iki istiqamətdə xidmət göstərir. Ənənəvi universal deyilən poçt xidmətləridir. O Azərpoçtun yaranmasının səbəbidir. Və 2010-cu ildən də biz Mərkəzi Bankın lisenziyası ilə artıq maliyyə xidmətlərini də göstəririk. Və bu istiqamətdə müştəriyə əslində mən fikirləşirəm ki, çox şey də lazım deyil. Rahatçılıq, sürət, keyfiyyət. Yəni vaxtında məlumatların və ya da bağlamaların çatdırılması. Bu Qafar mənim dediyi kimi, yəqin ki, siz də sonuncu dəfə ya da sizin ətrafınız məktub yazmağı yəni nə vaxt olub xatırlamırlar. Amma mesajlar, e-maillər bunların hamısını və məktub dövriyyəsi vətəndaşdan vətəndaşa dövriyyəsi demək olar ki, sıfıra enib. Amma bağlamalar ənənəvi olaraq göndərilir. Bu bağlamaların daha dəqiq izlənməsi, sürətli çatdırılması, keyfiyyətlə və itkisiz təmin edilməsi ən böyük gözləntilərdən biridir.
və bunlar üçün də rəqəmsallaşma hökmən dəstək durmalıdır. Rəqəmsallaşmasız bunu təmin etmək qeyri-mümkündür bugünkü gündə. Müştərilər özü artıq əvvəllər müştəri həftələrlə gözləyirdi, bilirdi ki, yoldadır mal. Bugünkü gündə o bir gün statusunu bilməyəndə artıq həyəcan yaşayır. O məlumatlandırma, izləmə çox vacibdir onlar üçün. Hətta belə bir şey deyim ki, yəni Azərpoçtda bağlamaların çatdırılma səviyyəsi çox yüksək səviyyədədir, sürətli və keyfiyyətli. Biz ənənəvi daşımalarla əlaqədar həmin inkişaf edən ekon platformalarının daşımaları da həyata keçiririk və bir neçə təşkilatlar üçün də onu təmin edirik Azərbaycan üzərində. Ən böyük AVK malik olaraq, yəni bizim xidmətlərimizdən faydalanırlar. Üçüncü tərəflərdir, üçüncü təşkilatlardır. Və biz onları çatdırıldıqda, yəni həm şöbələrə, bizim 800-dən çox minə yaxın şöbələrimiz var Azərbaycan üzrə. Ayrıca biz vətəndaşlar üçün PUDO adlandırılan xüsusi təhvil təhsilim məntəqələri açmışıq ki, onlar daha gec vaxta qədər işləyirlər ki, vətəndaşlar gəlib öz bağlamalarını əldə edə bilsinlər. Digər yeniliklərimizdən biri pastamatlar adlandırılan bir cihazlardır və insan istənilən vaxtı 24/7 demək olaraq xidmət alır və heç kimsə təmasda olmayaraq yaxınlaşır, ona öncədən SMS göndərilir. Həmin cihazda, yəni həmin pastamatda SMS kodunu yığır, xüsusi kodunu və avtomatik qutu qapısı açılır və o bağlamadan faydalanıla bilər. Ümumiyyətcə, keyfiyyət baxımından bizim hədəfimiz, biz bir neçə ildir bu hədəfə çatmaq istəyirik və artıq çatmışıq. 93+ adlandırılan bir hədəfimiz var idi ki, yəni 93%-dən yüksək olmalıdır keyfiyyət göstəricilərimiz və biz artıq keçən ildən etibarən bu rəqəmə çatmışıq və arta da inşallah artıq, yəni 93-ə çatanda böyük templə gedirsən, 93-dən 100-ə keçəndə artıq temp biraz azalır təbii ki. Çünki o ümumiyyətlə həmin o keyfiyyətin təmin olması. Bəli. Mən mövzudan kənar bir sual vermək istəyirəm sizə. Əslində bu məncə vətəndaşlarımız üçün maarifləndirmə istiqamətində də çox doğru bir məsələ olar ki, son dönəmlərdə bəzən, indi ağlıma gəldi bir sual vermək istədim ki, insanlara Azərpost adı altında müəyyən link mesajlar gəlirdi və bu fake əslində bir saxta linklər idi. Biz bu məsələyə bir qısa toxuna bilərik, yəni insanlar da bilsin ki, bu formada mesajlardan necə yayınmaq lazımdır? Əslində bu tək Azərpoçt yox, ümumiyyətcə hardasa bir tərəfdən bu müsbət göstərici ki, Azərpoçtun adına inanırlar vətəndaşlar. Və Azərpoçt adı görəndə güvənliyi artır və o fake və saxtakar hakerlər və ya da insanlar ondan istifadə eləyərək Azərpoçtun adının həmçinin digər qurumları da var. Amma biz Azərpoçtun adından da çox istifadə edirlər ki, vətəndaşların hansısa bir məlumatlarını və vəsaitlərini oğurlaya bilsinlər. Burada əsas odur ki, yəni ilk növbədə hansı bir mesajlar gələndə Azərpoçtun yeganə rəsmi saytı var. azərpoçt.az. Bunlardan kənar, arxasında nə bilim H hərfi ola bilər, D hərfi ola bilər, hansısa rəqəm ola bilər. Bunların hamısını görüb biraz diqqətli olmaq lazımdır. Əslində elə bu saxtakar əməliyyatların təməli insanların diqqətsizliyində qurulub. Yəni bir damcı diqqətli olsalar, öz kodlarını, öz məxfi sözlərini, datalarını paylaşmasalar, yəni heç kim onların hesabından və də hesablarını vəsait ora bilməyəcək. Nə kartlarını, nə hesablarını. Ona görə də vətəndaşlardan xahiş edirik ki, yəni hansısa bir şübhə doğursa, bizim 24/7-yə çalışan xidmətlərimiz var. Həm e-mail vasitəsilə, həm nömrələrlə zəng eləyə bilərlər və o məlumatı dəqiqləşdirə bilərlər. Əslində çox maraqlı bir məqama vurğuladınız ki, yəni bugünkü gündə insanlar Azərpoçta inanırlar da. Bu bir növ etibardan sui-istifadə olur və insanların inamından bu cür istifadə edirlər və bəzən insanları aldadırlar. Bu etibarı qazanmaq da əslində çox da asan bir şey deyil, mən düşündüyümə görə. Sözsüz ki, etibar qazanmaq çətindir, itirmək asan. Təbii. O ki qaldı bu bayaq vurğuladığımız məsələyə diqqətsizlik. Mən deyərdim ki, o diqqətsizlik deyil, o savadsızlıqdır. Çünki elementar bir şeydir. Sənin telefon var, sənin cihaz var, sənin kompüter var. Sən rəqəmsal dünyaya girmirsən. Sən rəqəmsal bir məkanda fəaliyyət göstərirsən, orada alış-veriş edirsən, orada sən pul köçürdürsən, sən pul gözləyirsən. Hardan gəlir o mesajlar? Adətən cürbəcür alış-veriş platformalarında. Alış-veriş platformasında sən malı, məhsulu qoymusan satışa.
Sən girişmisən rəqəmsal bazara, biraz savadlı olmaq lazımdır. Bəs rəqəmsal Biraz bunu savadlılıq araşdırmaq mövzusu lazımdır. olaraq. Əlbəttə ki. Yox, mən elanımı qoyum, satım. Belə deyil. Sən girib biraz ayıq olmaq lazımdır. Biraz savadlanmaq lazımdır. İmkanlardan istifadə etmək lazımdır. Azərpoçtun bu günlərim hər cür imkanları var. Həmin o müştəriyə yardımçı olsun. Təbii. Hə, ona görə o dələduzlar fikirləşirlər ki, hə mən Azərpoçtun adından istifadə edeyim. Hə, onu da Allah. İndi o da savadsız adam Allah. Amma mən belə güman edirəm ki, artıq bu dələduzluq sxemi mənim zənnimcə azalar. Azalacaq əslində. Çünki o inanmıram da ki, o çox davam edə bilər. Azərpoçtun öz rəsmi saytı var, rəsmi xidmətləri var, 24 saat ərzində dəstək xidməti forumu var. Zəng eləmək olar, soruşmaq olar. Yəni. Əslində əlavə olaraq yəni həm televiziyada, həm radioda, həm saytlarımızda biz hələ hallar aşkar olanda birincisi biz dərhal müəyyən məlumatlara ötürürük müxtəlif strukturlara ki, onlar da bir dəstək göstərsinlər və qarşısını alsınlar. Həmçində maariflənmə artıb. Təbii ki. Yəni həm Daxili İşlər Nazirliyi tərəfindən də dəfələrlə mən görmüşəm o məlumatları paylaşdırır əhali ilə ki, ehtiyatlı olun. Həm qurumların özü də strukturların kiminki adından sui-istifadə edirlər. Onlar da çox böyük bir proqramdan çıxış edirlər, onu göstərirlər. Deyək ki, insanlar daha ayıq-sayıq olar və bu cür problemlərlə üzləşən zaman artıq bilirlər ki, burada diqqətsizlik etmək olmaz. Xəyam müəllim, biz ümumiyyətlə mövzularımızda xüsusilə beynəlxalq təcrübəni müqayisə edirik hər zaman. Bizə maraqlıdır ki, Azərpoçt beynəlxalq təcrübəyə, xüsusilə beynəlxalq təcrübədə bu poçt təcrübəsindən və yaxud texnologiyalar baxımından hazırda bu uyğunlaşmağa necə prosedur olaraq tətbiq edir? Biz illər boyu son azından 5-6 ildə yəni xarici ölkələrin təcrübələri ilə tanış olmuşduq və burada həm yaxın qonşularımızdan Gürcüstan, Qazaxıstan kimi digər ölkələrdən gedir, həm də Estoniyada, Çin, hətta Yaponiyaya qədər çatmış Avropa ölkələrinin, Asiya ölkələrindən tanış olmuş təcrübələri ilə və əslində müşahidə göstərir ki, yəni hər birinin öz xüsusi spesifikaları var. Onların xüsusi qaydaları, qanunvericiliyi ilə tənzimlənən bir məsələlər var. Məsəl üçün xaricdə hələ də bank çıxarışları, hansısa sənədlər sırf kağız üzərində aparılır. Baxmayaraq ki, rəqəmsallaşma onlarda inkişaf edib, amma bu ənənə pozulmur. Və ona görə də onlar tərəfdə yəni poçtun aqressiv inkişafında və ya da rəqəbliyində çətinlik yoxdur. Onlar heç bu düşüncə belə ciddi bu mərhələyə prioritet kimi yaxınlaşmırlar. Asiya ölkələrində tam tərsidir. Yəni onlarda daha çox rəqəmsallaşma meyillidirlər. Azərpoçtun öz reallıqları var, amma əslində burada bax nəzərə alsaq ki, məktublaşıların sayı sıfıra enir və burada bağlanmaların daşınması gedir. Burada artıq bazar təcrübəsi yox, texnologiya təcrübəsinin daha vacib rol oynayır. Yəni hansı texnologiyanı avtomatlaşdırmanı təmin etmək üçün səhvlərin, yanlış ünvanların, yazılışların, onu da adətən vətəndaşların özü səhv yazırlar ki, bax bunların qarşısını almaq üçün daha avtomatlaşdırılmış və rəqəmsallaşdırılmış texnologiyaların istifadəsi çox vacibdir. Bugünkü gündə biz artıq bir neçə təşkilatlarla danışıqlar aparırıq və fərqli texnologiyalarla tanış oluruq, müəyyən sərgilərdə iştirak edib yenilikləri öyrənirik. Artıq Yaponiyanın Toshiba şirkəti ilə biz əməkdaşlıq sazişi imzalamışıq, yəni niyyət haqqında əməkdaşlıq sazişi və onlar tərəfdən Azərpoçtun poçt daşıma mərkəzində avtomatlaşdırılmış robot çeşidləmə sistemi quraşdırılıb. Biz ondan artıq pilot şəklində, yəni nümayiş kimi istifadə etməyə başlamışıq və müəyyən malların çeşidləməsi, balonun çeşidləməsi həmin robotlar tərəfindən keçilir. Bu nə imkan verir bizə? Həm texnologiyanı tanış olmaq, həm robot sistemi çox cavan bir həldir və ona görə də onun müsbət və mənfi tərəflərini öyrənərək biz başa düşməliyik ki, bu bizim reallıqlarımıza uyğundur ya yox. Ona görə də bu istiqamətdə texnologiyaları biz inkişaf elətdiririk və elətdirmək niyyətindəyik. Əslində kifayət qədər uğurlu işlər görülürmüş və doğrudan da insanların bu mövzularda müəyyən qədər məlumatlar olmalıdır. Çox yaxşıdır. Necə düşünürsünüz Qafar müəllim? Mən düşünürəm ki, bu poçtun xüsusiyyətidir. Biz bir vətəndaş olaraq, poçt xidmətindən istifadəçisi olaraq biz ancaq onun çöl tərəfini görürük. Təbii. Amma onun arxasında olan biznes proseslər, onun arxasında olan işlər, o çox mürəkkəb bir işdir.
Təsəvvür eləyin ki, hansısa siz bugün telefonda oturub Çindən nəyisə sifariş eləyirsiniz. Bir həftədən sonra o gəlir sizin qapınıza çatır. Yəni o hamısı bütün bu zəncir 2 dənə kömürlükü keçir, təyyarə ilə gəlir, gəmi ilə gəlir, nə bilim dəmir yolu ilə gəlir. Burada çeşidlənir. Ay nə bilim mən burada ünvanı səhv yazmışam. O hamısı bütün o proseslərdən keçib nə qədər minlərlə insan zəhmətindən, əziyyətindən keçib sizin qapınıza gəlir. Əslində biz bir toxunuş eləyirik. Biz Bəyannaməni imzalayırıq. O da onlayn formada artıq. Hər bir şey onlayn formada və gəlib qapımıza da qədər çıxır əslində. Amma bu prosesdə ümumiyyətcə poçt xidməti mən belə deyərdim ki, dünyada ilk fintech kimi onu qəbul eləmək olar. Poçt xidmətini bank xidmətinə bir təfriqə gətirən bir xidmət kimi də qiymətləndirmək olar. Sadəcə olaraq bu o qədər köhnə, çoxdan olmuş bir məsələdir ki, biz öyrəşmişik, vərdiş eləmişik. Fikirləşirik ki, həmişə belə olmalı idi, amma poçt xidməti inanın ki, çox güclü bir xidmətdir. Biz əslində elə bu söhbət əsnasında Xəyam müəllimin də vurğuladığı məsələlərə görə biz bunu bir daha əmin olduq. Xəyam müəllim, gələcəkdə bəs hansı texnologiyalar inteqrasiya olacaq, xüsusilə düşüncədə varmı bu sahədə? Texnologiyalar elə bir məsələdir ki, o heç vaxtı tükənmir. O daim inkişaf eləyir. Əslində bizim üçün əsas vacib məqam nə idi? Biz ənənəvi poçt yanaşmasında o revolyusiya deməzdim, inqilab deməzdim, amma biz müəyyən qlobal dəyişiklik elədik. Yəni ilk növbədə ayaqlaşmaq üçün bazarın tələbi ilə və biz kimə göstəririk xidmət? Vətəndaşlara və onların istəklərini qarşılamaq üçün biz gərək ilk növbədə bünövrəni düzgün quraq. Və o bünövrənin qurulması bir neçə il aparıb bizdə və biz müəyyən texnologiya dəyişmişik. Şəbəkə avadanlarımızı, proqram təminatımızda təkmilləşdirmə aparmışıq. Yəni verilənlər bazanlarını optimallaşdırmışıq. Prosesləri və nəzarət idarə etmə sistemləri avtomatlaşdırmışıq. Bunların hamısı artıq ona gətirib ki, ümumiyyətcə Azərpoçtun, bilmirəm əvvəllər istifadə eləmişsə yox, vətəndaşlardan şəbəkənin qırılması haqqında şikayətlər daxil olurdusa, artıq onların faiz dərəcəsi sıfıra bərabərləşib. Onu tam əminliklə deyə bilərik də artıq bugünkü gündə. Və bu binövrə qurulandan sonra artıq yeni texnologiya bizim proqramlaşdırmada, mikrobizm analiz sistemlərdən mikroservis sistemlərinə keçirmişik, çevikliyi artırmışıq, reaksiya müddətini qısaltmışıq və bunların hamısı artıq Azərpoçta imkan verir ki, qısa müddətdə hansısa bir çevik və yeni xidmətləri icraya versin. Müəyyən halda baxın da Azərpoçtun artıq postkargo kimi xidməti var. Yəni dünyanın bir neçə ölkəsindən siz malları sifariş eləyərək postkargo tətbiqi üzərindən çatdıra bilərsiniz. Bugünkü gündə biz 3 ölkə ilə işləyirik də, Amerika Birləşmiş Ştatlarıdır, Almaniyadır və Türkiyədir. Artıq bu yaxınlarda inşallah bizim müştərilərimiz və bizə qoşulan müştərilər yeni əlavə 2 ölkə ilə də mal gətirə biləcək. İndi hələ ki o tamamlansın razılıqlar, ondan sonra biz onu da elan eləyəcəyik. Bizdə elektron cüzdan həlləri var ki, yəni artıq onlardan da istifadə edə bilərlər. Bizdə internet bankçılığı var ki, hüquqi şəxslər oradan istənilən bank əməliyyatlarını həm ölkə daxili, həm ölkə xarici apara bilərlər. Mobil tətbiqimiz var, Azpost Mobile adlandırılan mobil tətbiqimiz var ki, orada vətəndaşlar kartdan karta köçürmələri, hansısa ödənişləri, xidmətləri ala bilirlər. Azərpoçt müştərisi olmayan vətəndaşlarda SmartPay Az platformamız var ki, biz onu inkişaf elətdiririk. Orada hansısa kommunal ödənişləri, kart sifarişlərini, rabitə xidmətlərini, vergilərini, rüsumları ödəyə bilərlər. Yəni bu texnologiyaları avtomatlaşdırır, rəqəmsallaşdırır və bizdə bir növrə olduğuna görə, artıq quruldamına görə biz ayaqlaşa bilirik. Və bugünkü gündə Azərbaycanda 5-likdə tap-to-phone anlayışı var da, mobil post terminaldan artıq fiziki post terminal yox, sizin mobil telefonunuz post terminal xidmətinə qoşula bilir. Azərpoçt onu da eləyib. Apple, Google Pay ödənişləri, Azərpoçt həm Visa-nın, həm Mastercard-ın tam hüquqlu üzvüdür. Yəni istənilən növ kartları, premial növ kartları, Infinite-dir, Gold-dur, Platinum-dur, yəni adi əmək haqqı kartları, istənilən növ kartları əldə eləmək olar və keyfiyyət və sürət baxımından çox yüksək səviyyədə bu xidməti göstərə bilirik. Texnologiyanın inkişafı daim olacaq.
Yəni biz neçə əsr keçmişik, aşağı sürətlə indi sürət qat-qat artıb. 20 ildə, 10 ildə elə yeni illər üzə çıxır ki, yəni heç təsəvvür eləyə bilmədiyimiz halda. Ona görə də əsas burada bizim hazırlıqlı olmağımızdır. Dəyişikliklə hazırlığımız var, komandamız yenilənib, texnologiyamız yenilənib. Ona görə də biz qarşılamağa hazırıq istənilən tələbləri bugünkü gündə inşallah. Qafa mən bilmirəm siz də diqqət elədiniz əslində Xəyyam müəllimin hər bir cümləsi bir çıxarışdır. Mən belə başa düşürəm ki, müxtəlif mövzularda artıq yəni bunların hamısı bir yenilikdir də, tətbiq olunur. İnsanlar bunu mərhələli şəkildə qəbul etməlidirmi, yoxsa bu uyğunlaşmaq yəni əslində biz qayıdırıq rəqəmsal transformasiya məsələsi ki, burada da artıq insanlar buna zaman keçdikcə ayaqlaşmalıdırlar deyə düşünürəm. Sözsüz. Həm insanlar ayaqlaşmalıdır, həm bizneslər, dövlət qurumları da ayaqlaşmalıdır. Çünki bu zamanın tələbidir. Artıq hər şey rəqəmsallaşır. Biz bunu dəfələrlə bu cümləni istifadə eləmişik bizim efirimizdə. Bir şey də qeyd eləmək istəyərdim bu texnologiyalara qayıdaraq. Poçt xidməti həmişə texnologiyaların önündə idi. Yəni ən pik nöqtəsində, zirvəsində yerləşən bir qurumlardandır. Məsələn, FedEx bildiyimiz FedEx xidməti var. O dünyada demək olar ki, ilk qurumlardan olub ki, blockchain texnologiyasını istifadə edir. FedEx bu günlərin öz kargosunu, öz bağlamalarını blockchain texnologiya vasitəsilə izləyir. Və həmin o platformanı onlar başlayıblar. İndi digər qurumlar da indi Amerikada. Sözsüz ki, bizə hələ çox var blockchain, çünki bizdə həm qanunvericiliyi hələ hazırdır. Bizim yəni bu barədə hələ tezdir, amma bu gələn bir texnologiyadır, bu gələcək. Və insanlar, vətəndaşlarımızı yenə də çağırıram, maariflənin. Çünki bu zamana bizi göstərməyəcək. Biz mütləq maariflənməliyik, zamanı ilə ayaqlaşmalıyıq, həm vətəndaşlar, həm qurumlar. Yəni heç kim bu mövzulardan və xüsusilə rəqəmsallaşmadan geridə qalmamalıdır. Sürətli şəkildə də dünyada bu proseslər intensiv şəkildə tendensiya olub, mən belə deyərdim, amma biz çalışmalıyıq ki, bu sürətə çata bilək. Xəyyam müəllim, son olaraq istəyərdik ki, bizim verilişimizi və bugünkü müzakirəmizi bir 3 çıxarışla sonlandıraq. Əslində verilişin adına da mövzusuna da uyğun olaraq ilk növbədə rəqəmsallaşma və avtomatlaşdırma üzrə uyğunlaşmalıyıq reallıqlarla. Bu vacib bir amildir və bunu etməyən təşkilat və ya da qurum artıq yəni yerində qalan gecikmiş sayılır. Yəni daim bunu inkişaf elətdirmək gərəkir və bunun üzərində çox böyük diqqət olmalıdır. Digər tərəfdən yəqin ki, deyə bilərdim, məhsul çeşidlərinin artırılması, əlçatanlığının və rahatlığının təmin edilməsi. Vətəndaşlar yenə də dediyim kimi Azərpoçtun köhnə stereotipdən yeni imicinə keçidi hiss eləsinlər və tövhə alsınlar bu xidmətlərdən. Üçüncü də yəqin ki, keyfiyyət və sürət. Yəni bu olduqda bu yəqin ki, bizim üçün doğrudan da vacib bir amildir ki, ona görə ki, bizlə üçüncü təşkilatlar da çalışır, digər daşıyıcılar da Azərpoçtdan istifadə edərək o keyfiyyət olduğuna görə. Biz Beynəlxalq Ümumdünya Poçt İttifaqının üzvüyük və onların qaydalarıyla çalışırıq, onların yəni, tələbləri çərçivəsində. Və onların 2 dənə beynəlxalq əsas sistemləri var. Beynəlxalq poçtdaşıma sistemi və beynəlxalq gömrük bəyannamə sistemləri. İkisindən də Azərpoçt birbaşa inteqrasiyası var. Və hətta onların göstəricilərinə əsasən görünür ki, Azərpoçt 95% xidmət səviyyəsini saxlayır. Ən rahat yəqin ki, və ya da bir filosofun sözü var ki, yəni ən sadə və rahat bir şey çempionluğu əldə eləməkdir. Ən çətin çempionluğu qormaqdır. Təbii. Və burada da Azərpoçtun yəqin ki, vəzifəsi o keyfiyyətə gəldikdə və sürətə ki, yəni həmin o əldə etdiyimiz nailiyyətləri qoruyaq və itirməyək. Yəqin ki, bax bu 3 dənə tezis, yəqin ki, bunları deyərdim mən. Uğurlar arzu edirik biz sizə. Bu necə deyirlər, peşəkar fəaliyyətdə daha böyük nailiyyətlər əldə edərsiniz inşallah. Mənim sizin də istərdik ki, son olaraq bir neçə... Bircə mən Xəyyam bəyə təşəkkürümü bildirmək istəyərdim bu çox maraqlı söhbətə görə.
Maşallah çox maraqlı qonağımız oldu bugün. Təbii ki, çox faydalı şəkildə bu gün də biz rəqəmsal transformasiyadan danışdıq və bu rəqəmsallığın artıq Azərpoçt sistemində olmasından çox sağ olun bir daha gəldiyiniz üçün Xəyam müəllim. Sizə işlərinizdə uğurlar arzu edirik. Afəm müəllim bu müzakirədə iştirak edəcəyinizə görə biz də sizə də təşəkkürümüzü bildiririk. Əziz dostlar, Asan TV və Asan Radioda siz Azərbaycanda rəqəmsal transformasiya verilişini dinlədiniz. Sağ olun, salamat qalın.